Qəlb o zaman aram olur ki, müştərisini tapır, ölçüsündə olan birini tapır. Allah'tan başqa bu qəlb üçün hər şey kiçikdir, hər şey balacadır. Allah Musa aleyhissalama deyir ki, yer və göyə sığmıram, amma mömin bəndəmin qəlbi mənim yerim. Gör qəlb nə qədər əzəmətlidir, nə qədər böyüdür. Bu qəlbi Allahla yola gətirmək, Allahla doldurmaq mütəmadi diqqət tələb eləyir, diqqət istəyir. Hər an bu yavaş-yavaş daxil olur qəlbə. Elə ki, o qəlbə daxil olduğundan sonra gəl həyatın keyfiyyətinə bax. Allah haqqı bizim aramızda, mən indi yəqin ki var, adamlar var, məst yaşayır, keyflə yaşayır. Cismi bizim yanımızdadır, ruhu başqa fəzadadır. Ləzzət alırlar, yaşamaqdan ləzzət alırlar. Mən bir yerdə oxumuşdum, deyəsən hədis idi bu, qorxuram indi deməyə, amma dəqiq bu 90% ehtimal verirəm hədis idi. Olmasa da ariflərdən birinin sözüdür. Deyir, arifin dünyada aldığı ləzzət digərlərinin cənnətdəki ləzzətindən artıqdır. Təsəvvür edin, adam hara gedib çata bilər. Cənnət deyirəm sizə, o cənnət ki Allah onu tərifləyir. Adam bir yerə gəlir çatır ki, dünyadan aldığı ləzzət oradakı ləzzətdən artıq olur.